Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Hazırda 4 otaqlı, sənədləri tam qaydasında olan 2 mərtəbəli həyət evi satışdadır. Evin bax bu üst görünüşüdür. Göründüyü kimi, ev qeyd etdiyim kimi sənədlər, evin də torpağında sənədləri tam qaydasındadır. İpoteka ilə də ev almaq istəyənlər bu ev asanlıqla əldə edə bilərlər. Bura göründüyü kimi həyətidir. 2-3 maşın rahatlıqla həyətinə yerləşir. Və bundan əlavə olaraq onu da qeyd edim ki, evin bax bu çöl hissəsində bax göründüyü kimi bax bu daşla hasara alınmış, setka çəkilmiş yer də bu evə aiddir. Yəni 1 sot yarım, 2 sota yaxın bax bu torpaq sahəsi də bu evə aiddir. Yəni burada artıq başqa kimsə istifadə edə bilməz. Yalnız bu evi alan şəxslər bu torpaq sahəsindən istifadə edə bilərlər. Orada yalnız ağac əkə bilərlər, bağ sala bilərlər, bağ kimi istifadə edə bilərlər. Qeyd etdiyim kimi ev 4 otaqdan ibarətdir. 2 mərtəbəli göründüyü kimi, burası zirzəmsi, zirzəmsinə də müəyyən əşyaları rahatlıqla yerləşdirmək olar. Kanalizasiya sistemi mərkəzidir, qaz, su, işıq daimidir. Sənədlər qeyd etdiyim kimi tam qaydasındadır. Burası kombi aparat üstündə yeri hazır vəziyyətdədir. Evə daxil olduqda geniş bir dəhlizi, ikinci mərtəbə qalxmaq üçün pilləkəni və döşəmə göründüyü kimi metlaq döşənibdir və istilik sistemidir. Deməli, dəhlizin, hamam otağı və mətbəxi. Baxın, bura mətbəxidir və buradan da görüntüsü, pəncərə görüntüsü, yəni bu bağa baxır. Bu bağ da qeyd etdiyim kimi bu evə aiddir. Bura pilləkən altında qayıdılıb yerləşdirilibdir ki, buradan da müəyyən əşyalar yerləşdirmək olar. Bura hamam otağıdır, birinci mərtəbədə metlaq kafelli mərmər, yəni metlaq kafellər vurulubdur. Və taxta qapılardır, qapılar isə keyfiyyətli qapılardır. Bura isə zal otağıdır. Göründüyü kimi ev çox gözəl, zövqlə təmir olunubdur. Kondisioner üçün işıq xətti də çəkilib. Enli pəncərəsi, otaq işıqlı, divar kağızları da çox gözəl divar kağızları vurulubdur. Döşəməsi laminatdır. Mərtəbə arası monolit betondur. İkinci mərtəbəyə qalxdıqda, ikinci mərtəbədə 3 yataq otağı yerləşir və onu da qeyd edim ki, otaqların hər birinə gün işığı düşür. Gün işığı hər bir otağa düşür. Genişdir, işıqlıdır otaqlar. Bura ikinci bir yataq otağı. Buradan balkona çıxışı. Kondisioner üçün işıq xətti hər bir otağa çəkilibdir. Bura isə üçüncü bir yataq otağı. İkinci mərtəbədə ümumi 4-cü otaq. Qeyd etdiyim kimi ev göründüyü kimi tam təmirli vəziyyətdədir. Bura isə hamam otağıdır. İkinci mərtəbədə eyni qaydada tam təmirli hazır vəziyyətdə. Evin başlanğıc qiyməti 125 min manat deyilir. Real alıcı olarsa, yəni endirim olunacaqdır. Qeyd etdiyim kimi ipoteka ilə də bu evi asanlıqla əldə etmək olar.